Salam əziz şagirdlər, bu günləri sizlərlə yeni 2025-ci ilin nəşrləri olan fizika 8-ci sinifdə Newton 2-ci qanuna aid öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına nəzər yetirəcək. Gəlin başlayaq. Birinci öyrəndiklərinizi tətbiq edin, məsələlərini həll edəcək. Bizə deyilir ki, kütləsi 1200 kiloqram olan avtomobilin başlanğıc sürəti 15 metr bölü saniyedir. Avtomobil 20 saniyədən sonra dayanarsa, ona təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini tapın. Kütləsi verilib bizə M bərabərdir 1200 kiloqram. Və başlanğıc sürət bizdə V0 ilə işarə olunur. V0 bərabərdir 15 metr bölünsün saniyə. Və bizə deyir 20 saniyədən sonra T-ni verib, T bərabərdir 20 saniyə. Cisim dayanar. Dayanar deyirsə, yəni son sürət sıfıra bərabər olur. Və bizdən əvəzləyici qüvvənin qiymət və istiqamətini soruşur. Newtonun 2-ci qanunundan biz bilirik ki, əvəzləyici qüvvə M A-ya bərabərdir. Yaxşı, burada bizə M-i verib 1200, A-nı vermir. Biz keçən ildən 7-ci sinifdən biz bilirik ki, təcil cismin sürət dəyişməsini xarakterizə edən cəmiyyətdir. Yəni, təcil sürət dəyişməsini göstərir. V0 bölü T-yə bərabərdir. Gətirib yerinə qoyaq. V0 15 bölünsün 20. Bu da verir bizə mənfi 15 bölü 20. Bu da verir mənfi 4-də 3. Yəni 5 ixtisar edəndə mənfi 4-də 3 verir. Təcilin burada mənfi olması onu göstərir ki, cismin təcili sürətin əksi istiqamətində yönəlir. Yəni bizim cisimimizin sürəti sağa gedirdisə, təcilmizin istiqaməti onun əksinə yönəlir. Yəni sola yönəlir. Biz də öyrəndik ki, Newtonun 2-ci qanununda təcil əvəzləyici qüvvə ilə eyni istiqamətdə yönəlir. Ona görə də əvəzləyici qüvvə sola yönəlir. Təcili tapdım 4-də 3. Mənfi onun istiqamətini göstərir. Yəni hesablamada onu nəzərə almayacaq. Ədədi qiyməti 4-də 3-dür. Gətirib yerinə yazırıq, hesablayırıq. Cavab eləyir 900 Newton. Deməli, cismə təsir edən əvəzləyici qüvvə 900 Newton olur, hərəkətin əksi istiqamətində yönəlir. İstiqaməti sola, ədədi qiyməti isə 900 Newtondur. İndi isə keçək ikinci tapşırığımıza. İkinci tapşırığımızda bizə deyir ki, cismin kütləsi sabit olan halda ona təsir edən təcilinin ona təsir edən əvəzləyici qüvvədən asılı qrafikini tapaq. Bunun üçün bizə əvvəl deyilir ki, kütlə sabitdirsə, kütləyə bir sabit qiymət verə bilərik. Məsələn, deyək ki, cisimimizin kütləsi 2 kiloqram olsun. Yəni, kütlə sabitdir, dəyişmir. Əvəzləyici qüvvəni biz bilirik ki, F əvəzləyici bərabərdir M vur A. Onda bizim üstümüz olur 2 vur A-ya. Buradan da A bərabər olur, F bölünsün M-ə. Onda biz buradan da F böl 2, yəni M-i 2 götürmüşəm. Mən belə bir cədvəl çəkirəm. Bura F, bura isə A-ya bərabər. Daha doğrusu bura silək. Bura A, bura F-dir. F-ə biz 0, 2, 4, 6 qiymətini verək. F-ə 0 verəndə təcil 0 olur. 2 verəndə 1 olur. 4 verib qoyanda, F-in yerinə 4 qoyanda edir 2. F-in yerinə 6 qoyanda isə verir bizə 3. Və asılılıq qrafikini çəkilir. Asılılıq qrafikini isə bax belə bir çəkilir. Buraya yazırıq A, vahidin yazırıq metr bölü saniyənin kvadratı. Buraya yazırıq isə F,
vahidin də Newtonla göstərilir. Bunu bərabər bölgülərə ayırırıq. Qüvvələrimiz 0, 2, 4, 6 eləmişik. Bərabər bölgülərimizlə yazırıq. Təcirlərimiz də uyğun olaraq 0, 1, 2, 3 və arta-arta gedir. Və biz indi isə qrafikimizi quraq. 0 olanda 0, qüvvə 2 olanda təcirimiz 1 verir. 4 olanda təcir 2 verir. 6 olanda təcirimiz 3 verir. Yəni, riyaziyyatdan biz nöqtələrin koordinatını qurmağı öyrənmişik. Və bu nöqtələri birləşdirməklə belə bir qrafik alırıq. Və buradan görürük ki, cismin təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz mütənasibdir. Ümumi olaraq biz təcilin əvəzləyici qüvvədən asılılıq qrafikini düz mütənasib. Ümumilikdə belə bir qrafiklə ifadə edə bilərik. Üçüncü suala gəlirik. Üçüncü sualda isə bizə deyilir, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Ona təsir edən əvəzləyici qüvvəni və təcilini tapır. Biz bundan əvvəl Newtonun birinci qanununu dərsi keçmişik. Və biz orada dedik ki, əgər cismə heç bir qüvvə təsir etməsə və yaxud da təsir edən əvəzləyici qüvvə sıfıra bərabər olarsa, cisim onda ya düz xətli bərabər sürətlə hərəkət edir, ya da sükunətdə qalır. Bizə də deyir ki, burada düz xətli bərabər sürətlə hərəkət edir. Əgər cisim düz xətli bərabər sürətlə hərəkət edirsə, ona təsir edən əvəzləyici qüvvə sıfıra bərabərdir. Əvəzləyici qüvvə sıfırdırsa, cismin təcili də sıfıra bərabərdir. Üçüncü sualımız belə. Dördüncü suala gəlirik. Dördüncü sualda bizə deyilir, cismə təsir edən əvəzləyici qüvvə 10 Newton artdıqda təcili 2 vahid artır. Əvəzləyici qüvvənin əvvəlki qiymətini müəyyən edin. İndi isə verilənləri yazaq. Bizə deyilir nə? Əvəzləyici qüvvə 10 Newton artdıqda. Yəni, yazırıq F2 bərabərdir F1 plus 10. Yəni, ikinci qiymət birinci qiymətdən 10 Newton artıqdır. Təcil isə 2 vahid artır. 2 vahid artırsa, onda yazarım A2 bərabərdir A1 plus 2. Və biz bundan əvvəl də dedik ki, cismin aldığı təcil ona təsir edən qüvvə ilə düz mütənasibdir. Onda düz mütənasibliyi yazıram. A2 böl A1 bərabərdir F2 böl F1. Burada cavablarda 2 yazaq. A1 plus 2 böl A1 bərabərdir F1 plus 10 böl F1. Burada yazılır ki, qüvvə 10 Newton artdıqda təcil 2 vahid artır. Əslində bunu həll etdikdə düzgün cavab alınmayacaq. Ona görə burada 2 vahid artır deyən yox, 2 dəfə olmalıdır. Yəni burada 2 dəfə olmalıdır. Vahid yox, 2 dəfə olmalıdır. 2 dəfə deyilirsə, onda 2 dəfə. Burada 2 dəfə olmalıdır. 2 dəfə olanda A2 olur, A1 vurulsun 2. Onda biz yenə dedik ki, təcil qüvvə ilə düz mütənasibdir. Düz mütənasibliyi yazırıq. A2-nin yerinə 2A1, A1 yerində qalır. F2-nin yerinə F1 plus 10, F1 yerində qalır. Biz bilirik ki, burada vurma işarəsində ixtisar var. Yəni, burada vurmadır. Bunlar ixtisara gedir. İxtisara gedəndən sonra isə biz davamını eləyəcək. Və belə bir qalır. Yuxarıda qalır 2, aşağıda qalır 1, sağ tərəfdə F1 plus 10 böl F1. Riyaziyyatdan biz bilirik ki, çarpaz vurulur. Bax, belə vurulur.
1 vurulur F1 plus 10, 2 vurulur F1'ə. Bunun mötərəzəni açırıq. F1 plus 10 bərabərdir 2F1, 2F1 çıx F1 bərabərdir 10, F1 də bərabərdir 10. Bizdən nəyə soruşur? Əvəzləyici qüvvənin əvvəlki qiyməti. Yəni F1'i soruşur. Biz də buradan F1'i tapdıq ki, 10 Newtona bərabərdir. İndi isə 5-ci suala keçirik. 5-ci sualda bizə deyilir, üfüqi istiqamətdə düz xəttə hərəkət edən qızıl quşun kütləsi 1,2 kiloqram, təcili -1 metr/saniyə kvadrat olarsa, ona üfüqi və şaquli istiqamətdə təsir edən əvəzləyici qüvvəni hesablayın. Biz burada şəkilə daha yox, əsas şərtə fikir verməliyik. Bax, deyək ki, bizim qızıl quşumuz, deyək ki, burada bir qızıl quşumuz var, bu bizim qızıl quşumuzdur və o üfüqi istiqamətdə. Bax, bu üfüqi istiqamətdir. Üfüqi istiqamətdir. Bu isə şaquli istiqamətdir. Yəni, bu şaqulidir, bu isə üfüqidir. Əgər cisim üfüqi istiqamətdə hərəkət edirsə, şaquli istiqamətdə deməli ona təsir edən əvəzləyici qüvvələr bir-birini bərabərləşdirir. Biz də bilirik ki, cismə şaquli aşağı yönələn ağırlıq qüvvəsi var, ağırlıq qüvvəsi, yuxarı yönələn isə havanın müqavimət qüvvəsi var. Deməli, şaquli istiqamətdə ağırlıq və üfüqi ağırlıq və müqavimət qüvvələri bir-birini tarazlaşdırır. Yəni, şaquli istiqamətdə əvəzləyici qüvvə sıfırdır, şaquli istiqamət. İndi isə bu üfüqi istiqamətdə hərəkət edir. Üfüqi istiqamətdə isə əvəzləyici qüvvə M vur A-ya bərabərdir. Burada bizə M-i verib 1,2, təcil mənfi nəzərə almadan yalnız ədədi qiymətini qoyuram, elir 1. O da elir 1,2 Newton. Yəni, əvəzləyici qüvvənin ədədi qiyməti 1,2 Newtondur. Biz dedik axı, əvəzləyici qüvvə təcil istiqamətdə yönəlir. Əgər təcilimiz mənfidirsə, deməli, əvəzləyici qüvvəmiz hərəkətin əksinə yönəlir. Ona görə də bizim təcilimiz mənfi qiymət alır. Yəni, burada şaquli istiqamətdə təsir edən əvəzləyici qüvvə 0, üfüqi istiqamətdə təsir edən əvəzləyici qüvvənin modulu, ədədi qiyməti isə 1,2 Newton olub, hərəkətin əksinə yönəlir. İndi isə keçirik, öyrəndiklərimizi yoxlayın. Öyrəndiklərimizi yoxlayın da birinci bizim soruşur ki, Newtonun ikinci qanunu necə ifadə olunur? Newtonun ikinci qanunu belədir. Cismin aldığı təcil ona təsir edən əvəzləyici qüvvə ilə düz, kütlə ilə tərs mütənasibdir. Bu, Newtonun birinci qanunudur. Daha doğrusu ikinci qanunu. İkinci qanunu belə ifadə olunur ki, cismin aldığı təcil ona təsir edən əvəzləyici qüvvə ilə düz, təcil ilə isə tərs mütənasibdir. İndi isə keçirik ikinci sualımıza. İkinci sualımızda bizə deyilir ki, əvəzləyici qüvvə hərəkətin əksinə yönəldikdə cisim yeyinləşən hərəkət edə bilərmi? Məsələn, biz belə bir təcrübəyə baxaq. Məsələn, biz gedirik, bizi külək istiqamətdə də gedirik, küləyin əksinə də gedirik. Deyək ki, biz sağa doğru hərəkət edirik. Sağa doğru hərəkət edirik, küləyimiz də bizim hərəkət istiqamətdəsir. Bu küləyin istiqamətidir. Əlbəttə ki, bizim müşahidə eləmişik ki, külək istiqamətdə gedəndə biz qaça-qaça gedirik. Yəni, külək bizi az qala uçurdur. Yəni, belə bir deyim var ki, külək bizi uçurdur. Külək istiqamətdə gedəndə, yəni külək bizə əlavə bir qüvvə ilə təsir edir və biz qaça-qaça gedirik.
İndi ancaq bizdə isə şərtdə deyir ki, cismə təsir edən qüvvə hərəkətin əksinə yönəlsin. Yəni deyək ki, biz təsir edən külək hərəkətimizin əksinə yönəlir. Bax, biz belə olan halda biz hərəkət edə bilmirik. Get-gedə biz dayanırıq. Yəni küləyin gücü, qüvvəsi o qədər çox ola bilər ki, biz hərəkətimizi dayandırıb, çevrilib külək istiqamətdə gedirik. Elə halda ola bilər. Yəni cismə təsir edən əvəzləyici qüvvə hərəkətin əksinə yönələrsə, yəni cismə təsir edən qüvvə hərəkətin əksinə yönələrsə, cisim heç vaxt yeyinləşən hərəkət edə bilməz. Cisim get-gedə yavaşlayan hərəkət edəcək. Buna misal olaraq sürtünmə qüvvəsini göstərmək olar. Sürtünmə qüvvəsi cismin həmişə əksi istiqamətdə yönəlir. Sürtünmə qüvvəsi də cismin hərəkətin yavaşıdır. Yəni biz təbiət dərsindən də keçmişik ki, oradan da məlumatlayıq ki, sürtünmə qüvvəsi cismin hərəkətini dayandırır. Yəni sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Sürtünmə qüvvəsi də həmişə cismin sürətin yavaşıdır. Yəni cisim yeyinləşən yox, yavaşlayan hərəkət edir. Sual bizdə də belədir ki, hərəkətin əksinə yönəldikdə yeyinləşən hərəkət edə bilərmi? Xeyr. Cisim yeyinləşən yox, yavaşlayan. Yəni get-gedə sürətin yavaşıdır, dayanacaq. Üçüncü sualımızda isə belədir. Avtomobilin sürəti 10 metr/saniyədir. Ona təsir edən əvəzləyici qüvvə 0-a bərabərdirsə, 5 saniyədən sonra avtomobilin sürəti nəyə bərabər olar? Əgər biz işarətə diqqətlə nəzər etsək, deyir ki, cismin sürəti 10 metr/saniyədir. Yazırıq bizdə. V bərabərdir 10 metr/saniyə. Və bizə şərtdə deyir, əvəzləyici qüvvə 0-a bərabərdir. Əvəzləyici qüvvə 0-a bərabərdirsə, Newtonun birinci qanunundan biz bilirik ki, cisim onda düz xətli bərabər sürətlə hərəkət edəcək. Yəni düz xətli bərabər sürətlə hərəkət edəcək. Düz xətli bərabər sürətlə hərəkət edəndə də cismin sürəti dəyişmir. Yəni cismin 5 saniyədən sonradakı sürəti yenə 10 metr/saniyəyə bərabər olacaq. İndi isə keçirik 4-cü suala. 4-cü sualda belə deyilir. Kütləsi 1000 kiloqram olan avtomobilin başlanğıc sürəti 20 metr/saniyədir. Ona təsir edən əvəzləyici qüvvə -400 Newton olarsa, 10 saniyədən sonra avtomobilin sürəti nəyə bərabər olar? Avtomobil neçə saniyədən sonra dayanır? Əgər biz qüvvənin qiymətində mənfi işarəsi görürüksə, onu bilməliyik ki, cismə təsir edən əvəzləyici qüvvə hərəkətin əksinədir. Belə olan halda cisim get-gedə yavaşlayacaq və müəyyən müddətdən sonra sürətini dayandıracaq. Və bizə verilənləri yazaq. Əvəzləyici qüvvə 400 Newton, -400 Newton. Cismin kütləsi isə 1000 kiloqrama bərabərdir. Biz əvəzləyici qüvvəni və kütləni görən kimi Newtonun ikinci qanunundan təcili tapa bilərik. Burada da qiymətin yerinə qoyub -400-ü 1000-ə böləndə verir -0,4 metr/saniyənin kvadratı. Təcilimizi tapdıq. Sonra bu elə bir məsələmizin birinci hissəsidir. Məsələni tapdıq. Sonra keçirik ikinci hissəyə. Təcilimiz -0,4 metr/saniyənin kvadratı. Başlanğıc sürəti verib bizə. 20. Başlanğıc sürət 20. V0 ilə işarə olunur. 20 metr bölünsün saniyə. 10 saniyə T-ni verib bizə 10 saniyə. Və bizdən soruşur ki, 10 saniyədən sonra avtomobilin sürətini tapın. Bizdən bunu soruşur. Biz təcillimizin düsturunu biz bilirik. Təcillimizin düsturu V çıxılsın V0 bölü T idi. Gətirib A-nın yerinə -0,4, V-ni bilmirəm, V0-ı verir bizə 20, T-ni verib 10. Biz burada riyaziyyatdan biliklərimizdən istifadə edirik. Bura -1 yazsaq və yaxud da ki,
Belə yox, daha doğrusu bunu 0,4-ə biz kəsrli yaza bilərik. 4 böl 10 bərabərdir. V çıxılsın 20 böl 10. Biz görürük ki, kəsrin məxrəcləri bərabərdirsə, deməli sürətləri də bərabərdir. -4 V çıxılsın 20-yə bərabərdir. V bərabərdir -4 plus 20, o da eləyir 16 metr bölünsün saniyə. Deməli, bizim 10 saniyədən sonraki sürətimiz 16 metr bölünsün saniyəyə bərabər oldu. Birinci sualımızın cavabını tapdıq. Sual verir ki, bizə ikinci hissədə, ikinci baxdı sualda. Avtomobil neçə saniyədən sonra dayanır? Bunun isə belədir. Dayanar deyirsə, indi isə bu sualdır. Yenə təcilimiz verir -0,4, başlanğıc sürətimiz verib bizə yenə 20, deyir neçə saniyədən sonra dayanarsa. Dayanar deyirsə, sürət 0, bizdən zamanı soruşur. Yəni neçə saniyədən sonra. Yenə təcilimizi düsturunda, yenə həmən bax bu təcil düsturunda, təcili yenə -0,4, V dayanırsa 0, V0 20, T-ni isə bilmirəm. Buradan T tapıram ki, 20 bölünsün 0,4, bu da verir bizə 50 saniyə. Yəni cisimimiz 50 saniyədən sonra dayanacaq. İndi isə keçirəm 5-ci suala. 5-ci sualda isə bizə deyilir. Laçın dağlarında yaşayan Bezuvar dağ keçisi düz xətt üzrə qaçmağa başladığı andan 5 saniyə sonra sürətini 15 metr böl saniyəyə olarsa, keçiyə təsir edən əvəzləyici qüvvənin onun kütləsinə nisbətini tapın. Bizdən əvəzləyici qüvvənin cismin kütləsinə nisbətini soruşur. Biz bilirik ki, əvəzləyici qüvvə M A-dır. Onu da M-ə böləndə bizdən nəyə qalır? A-nı. Yəni A təcildir. Deməli, bizdən təcili soruşur. Cisim yazıb ki, burada qaçmağa başladı. Qaçmağa başlayan anda onun başlanğıc sürəti olmuyor. V0 0-dır. T-ni verib bizə 5 saniyə. 5 saniyədən sonra sürəti olub bizdə 15 metr bölünsün saniyə. Və biz bunlardan istifadə edərək təcilimizi tapa bilərik. 7-ci sinifdən biz bilirik ki, təcil düsturu V çıxılsın V0 bölü T-dir. Gətirib yerinə qoyduqda 15 çıx 0 bölünsün 5, o da eləyir 15 bölünsün 5, alırıq ki, 3 metr böl saniyənin kvadratı. Deməli, təcilimiz 3, bizdən də soruşur, qüvvənin kütləyə nisbəti də elə 3-ə bərabərdir. Deməli, doğru cavabımız 3-dür. Tapşırıqlarımız bu qədər.